Az dostlar, herkese salamlayırıq. Bu gün noyabrın 10'du dostlar. Deməli baxın, qızıl güllərimizi yığmışıq bura. Bu günləri maizlərinizi bir video çəkmək istəyirik. Həm qızıl gülləri budama qaydası, həm də qızıl güllərimizə xəstəlik düşüb onu göstərəcəm. Ha dostlar, məsələn gülləriniz bu vəziyyətdə açıb solandan sonra bak çok adam bunu buradan kəsir. Çalışın buradan kəsməyin. Həmişə 5 yarpağın dibindən kəsin. Bax sayın. Bax 1, 2, 3, 4, 5. Bax bunun dibindən kəsin belə. Bax bu vəziyyətdə. Bu yarpaqlar bizə lazım deyil. Daha sonra dostlar. Bak size izah edin. Bak ya burada. Burada sarmaşık güllərimiz de var dostlar. Maşallah bak gördüğünüz de qəşəngdir. Bunlar sarmaşıklardır. Bak burada açıq solu. Çok adam bunu götürür. Bak çok adam götürür. Buradan kəsin. Buradan kəsməyə ehtiyac yoxdur. 5 yarpaq. Bak bu dibindən kəssəz bəs eləyir. Burada çəpinə kəsin. Çalışın kəsəmdə də. Bak bu vəziyyətdə 3 yarpaq bizə ehtiyacdır. Deməli dostlar, bizim həm də qızıl güllərimizə xəstəlik düşüb. Halal yaxından göstər zəhmət olmasa. Bak dostlar, bu xəstəliyin adı unlu şey xəstəliyidir. Bak məsələn buna bax. Bak güllərimizə düşüb. Görsünüz dostlar. Bundan ötəri biz nədən istifadə edirik? Bak belə bir çiləyici aparat götürürük dostlar. İstəyən olsa bu aparatların hər 2 litri, 5 litri, 10 litri, 16 litrlər var satışda. Və dostlar, deməli mostar dərmanı və topaz dərmanından istifadə edirik bu unlu şey xəstəliyi üçün. Deməli 10 litr su götürdük. 10 qram mostar. Əslində topazdan da 10 qram vurmalıyıq. Bizim topaz toz güclüdür. Bundan 5 qram vuracaq. Suda həll edib və bu güllərə püskürdəcəyik bu aparatın vasitəsilə. Həftədə 2 dəfə, bir həftədə 2 dəfə nəsəz polu bəs edir. Yəni dostlar, həm güllər var satışda, həm də bu dərmanlardan var. İstəyən olsa bizim mağaza buyurun. Ünvanımız Bakı şəhəri Bahar qəsəbəsi. Əgər malikləndinsə bir dənə like vurmaq yadına çıxmasın.